Allah məsələn filan kəsi tərbiyələndirdi. Biz demirik hidayət elədi, deyirik tərbiyələndirdi. Tərbiyə sözü ilə hidayət sözünün arasında fərq var. Ola bilər bir adam tərbiyəli adam olsun, məsələn bizim nəzərimizdə. Filan kəs çox tərbiyəli adamdır. Amma görək hidayət olmuş adamdır həm də. Çox tərbiyəli insanlar var, özünü düzgün, normal aparır cəmiyyətdə, bir fərd olaraq, işində, gücündə çox tərbiyəlidir. Amma görək, həm də hidayət olub, Allah bunu tərbiyələndirib, ədəbləndirib, amma hidayət olmaq necə? Mümkündür ki, o adam hidayət olmasın. Mümkündür o adam azğınlığa düşən bir adam olsun, zəlalətdə olan bir adam olsun. Görsən, məsələn, bütə sitayiş edir, amma tərbiyəli adamdır, heç kəsinə işi yoxdur, heç kəsi incitmir. Ondan sonra yaxşı adamdır, normal adamdır, gül-əruz adamdır, xeyrxah adamdır, insanlığı var ümumiyyətlə. Amma bütə sitayiş edir. Və yaxud da bu cür adamdır, amma Allahın dostunu, Allahın peyğəmbərini tanımır. Yaxşı adamdır, gözəl adamdır, amma peyğəmbəri tanımır. Yaxşı adamdır, gözəl adamdır, amma imam tanımır. Bir hər kəs imamın dövrünü, imamın tanımadan ölsə, cahiliyyət dövründəki ölənlər kimidir. Göründü, imam tanımamaq, cahiliyyət dövründə olmaq, cahiliyyət dövründə ölmək kimi dəyərləndirilirsə, göründü, imam kimdir ki, sən onu tanımalısan və tanımaqdır əsl hidayət. Tanımason, hədis buyurur ki, açıq-aşkar peyğəmbərdəndir. Cahiliyyət dövründə ölən insanlar kimidir. Yəni nə, bu adam hidayətdə olmayıb. Deməli, sən tanımalısan. Ola bilər bir adam düzgün adamdır, yaxşı adamdır, amma tanınmalı şəxsi tanımır. Bax, qəbahət artıq buradadır. Zəlalət burada başlayır. O tərbiyəyə, o əxlaqa heç nə verməzlər. Bəli, tərbiyədən, əxlaqdan üstün bir şey var. O nədir? O təqvadır, hidayətdir. Əxlaqın üstündə təqvadır. Bir adam əxlaqlı adamdır. Amma təqvası yoxdur. Günah görən kimi elə eləyir. Amma gəlir, məsələn, bu tərəfdə davranışı, rəftarı, qaydasında, ədəbi, əxlaqı çox gözəl. Yumuşaq adamdır, mehriban adamdır. Amma o qədər mehribandır, o qədər yumuşaqdır ki, sərtlik göstərməli olan yerdə bu elə yenə də mehribançılıq göstərir. Hansı ki, orada sərtlik göstərməlisən, ha? Günah qabağına çıxdı, sərtlik göstərməlisən. Adam var, məsələn, səbirli adamdır, dözümlü adamdır. Nədə? Çətinliklərdə dözümlü adamdır. Bəlalar zamanı qəşəng dözə bilir, maşallah. Amma günah qabağına çıxanda dözə bilmir, səbirli deyil. Gedir o günahı rahat edir. Ona görə də bəzi məfhumlar var, bəzi sözlər var, gərək düzgün insan onu təhlil edib, özündə qərara gələ bilər. Əxlaqlı adamdır, gözəl, amma əxlaqdan üstün təqva da var, görək təqvalıdır həm də. Allah demir, yaxşı əməli əxlaqlılardan qəbul eləyərəm, deyir, yaxşı əməli təqvalılardan qəbul eləyərəm. Bu təqva nədirsə, biz başa düşdüyümüz əxlaqdan da üstün bir şeydir. Bu hidayət nədirsə, biz başa düşdüyümüz tərbiyə məsələsindən də üstün bir şeydir. Ola bilər bir adam düzgün tərbiyə alsın, düzgün tərbiyəli də insandır, amma hidayət olmayıb. Qəlb hidayət olmayıb, baxış hidayət olmayıb, əqidə hidayət olmayıb ki, əsas da bunlardır. Allah bəndəsini istəyir hidayət eləsin. Bəndə düzgün formalaşıb, bir insan kimi formalaşıb, maşallah. Həm cismani cəhətdən, həm də ruhani cəhətdən, psixoloji cəhətdən bu adam düzgün formalaşıb. Amma o demək deyil, hidayət olub. Hidayət tamam başqa bir şeydir. Hidayət Allahın ən vacib işlərindəndir. Ki Allah buyurur, İnnə aleyna ləlhuda. Nə iş görürəmsə görüm, hidayətin fonunda görürəm onu. Allah buyurur ki, mən o işlərimə hidayət fonunda bax. Çünki mən hər bir işi hidayət fonunda gör. Yedizdirirəm də, içizdirirəm də hidayət üçün. Sən bunları hidayətdən ayırma.